19 nömrəli testə baxaq. Tərkibində 2800 hidrogen rabitəsi olan DNT molekulunda 360 sitozin nukleotidi var. Bu molekul özünü 4 dəfə ikiləşdirmişdir. Bu ikiləşmə zamanı mühitdən neçə timin nukleotidi istifadə edilir? Bu məsələlərdə deməli hidrogen rabitələrinin sayı 2800 verilib. Bir düsturu var ki, 2 adenin üstəgəl 3 guanin bərabərdir hidrogen rabitələrinin sayı. Bilirik ki, adenin sayı timinin sayına, sitozin sayı isə guaninin sayına bərabərdir. Və yerini qoyub hesablasaq, 2 adenin üstəgəl 3 vurulsun 360 bərabərdir 2800. Buradan adenin tapırıq 860. Adenin 860-da deməli timin də 860-dır. İkiləşmə məsələlərində neçə dəfə ikiləşmə verilibsə, 2 üzərinə qoyuruq həmin rəqəmi və yazırıq. 2 üstü n düsturundan hesablayırıq. Burada 4 dəfə dediyi üçün 2 üstü 4 bərabərdir 16 qeyd edirik. Və mühitdən neçə timin rabitə nukleotidi istifadə edilir deyilir. Mühitdən deyildiyi üçün biz o başlanğıcda olan DNT molekulunu çıxırıq. 16-dan biri çıxırıq 15. 15-i də 860-a vururuq, 12900 alırıq. Əgər buradan mühitdən neçə timin rabitəsi nukleotidi istifadə edilir yazılmasaydı, yalnız bu ikiləşmə zamanı yazılsaydı, onda aldığımız elə 16 rəqəmini 860-a vurmalıydıq.